Salam Texnoloji izləyicilər, mən Seymur. Bugün sizlərə Sony Vegas Pro 12 proqramı ilə intro hazırlamağı göstərəcəm. Intro nədir, nə işə yarar və bu proqramı hardan əldə etmək olar? Mən Emil, bugün sizlərlə mən də sizin qonağınızam. İkinci admininiz olaraq. İkinci admin, səhifənin üz qarası. Heç bir şey yaramır. Prosta adı gedir. Emil, intro nədir? Intro videoların başlanğıcında kanalın özünü tanıtmasıdır mənə elə gəlir. Deyəsən mənə elə gəlir. Sizə bir link verəcəm. WinRAR faylı olacaq. O faylın içindən qovluğu çıxarırıq. Sonra daxil olur qovluğa. Belə bir şey olur. Create intro template. Bizə bunu açmaq üçün Sony Vegas Pro 12 proqramı lazımdır. Proqramı hardan əldə etmək olar? Emil, bu proqram pullandı yoxsa pulsuzdur? Mənə elə gəlir bu pulludur, amma bunu crack yolu ilə əldə etmək olar. Eləmək olar, amma ki hələ ki indi göstərməyəcəm. Gələn videolarımızda göstərirəm, amma ki nə eləmək lazımdır? Mən özüm şəxsən sizə onu crack eləməyi göstərəcəm. Göstərməyə də söyüş qoy. Neyse. Giririk proqrama. Yəni bu ikinci admin hər şey edir də. Bütün crack işlərinə bu baxır. Daxil oluruq. Belə bir şey gəldi. OK basırıq. Burada your name var. Görürsünüz kimi. Bu ingiliscə tərcümə nətərdir bu? Your name. Sənin adın. Sənin adın. Bu götürüb atırıq aşağı. Biz bura hər hansı bir kanalın adını yazmalıyıq da. Elədir. Öz kanalımızı yazaq. Yo, mən Yusuf Tuncəlidirəm. Yusufun kanalı var. Bilirsiniz də, dəqiqə. Yusuf Səfərov. Yeni kanal atıb. Yəni ki, hələ ki bu işdə biraz zəifdir, amma ki yaxşı videolar çəkir. Baxdım, gördüm introsu yoxdur. Videoları yaxşıdır. Videolar yaxşıdır. Gördüm introsu yoxdur. Dedim, niyə ki olmasın. Dostumuzdur. Ona görə də bir intro hazırlayaq. Yusuf Ənə yazaq. Səfər. Ənə yazsın, kvadrat şəklində düşəcək. Ya bu proqramda düşmür. Çünki bu proqram pullu olduğu üçün. Kvadrat şəklində düşür. Bu proqram biraz güclü proqramdır. Kommutasiyada düşə bilər, amma ki bu proqram biraz güclü proqramdır. Sonra buradan save-i basaq. Save. Save nədir? Saxlamaq, yəni yadda saxlamaq. Sonra X-i basaq. Buradan delete eləyək. İngilis dili master eləyib. Videona yenidən baxaq. Kələn yaxşı intro saldı. Sonra bu intronu nə eləyəcək? Intronu saxlayacaq. Render az. İndi yazmaq işdə. Nəysə, girdi renderasa. Gəldi deyəm. Nəysə, lazımdır. Gəldik, sonra buradan aşağıdan tapasınız. Burada Windows Media Video V11. Gələsiniz burada 6 MPS HD 720 30p. Yəni bu nə məna verir? Yüksək keyfiyyətli video, HD yəni o mənim. Sonra 720-də HD demək elə. Renderə basaq və kompüterin ekranında render olur. Bu proqram, yəni ki bu video intro olduğuna görə, yəni 5-6 saniyədən ibarət olduğuna görə tez render olacaq. Amma siz qalxsız 20 dəqiqəlik video çəksəz hansı bir kamera ilə, təbii ki o 2 saatda render olacaq. Yəni bunu da nəzərə alın. Render işləmi tamamlandı. Buradan close basırıq. Gördüyünüz kimi ekranda intromuz hazırdır. Sağ olun, salamat qalın. Sağ olun, salamat qalın. Kanala abunə olun. Bu qədər. Bir şey Facebook'tan bəyənin.